Belə kater çay məsələləri hər zaman şagirdlərin çaşdığı məsələlərdən biridir. Gəlin baxaq. İlk öncə bilək, bir axına qarşı var. Bir də axın istiqamətində var. Axına qarşı olanda su ilə katerin istiqaməti əks olur. Bir-birinə mane olur. O zaman katerin sürətindən çayın sürəti çıxılır. Əgər eyni istiqamətdə olarsa, katerin sürətindən çayın sürəti toplanılır. İndi bizə motorlu qayığın burada katerin yerində motorlu qayıqda sürətini 21 verir. Birinci axına qarşı 4 saat gedib. Axına qarşıdırsa sürəti çıxılır. Yəni katerin sürətindən motorlu qayığın sürətindən çıxıram çayın sürətini. Digər tərəfdən də axın istiqamətində də 3 saat gedib. 4 saat gedib. Vururam 4 saata. 3 saatda bir yerdə gediblər axın istiqamətini. Yəni 21 ilə çayın sürətini toplayıram. İkisi də eyni yolu gediblər də. Deməli gedilən yol bərabərdir. Bunun 4 saatda getdiyi yolla bunun 3 saatda getdiyi yol bərabərdir. Həll eləyək buradan. 84 çıxılsın 4 dənə V çay bərabərdir. 63 üstə gəlsin 3 dənə V çaya. Bu tərəfə keçirsəm eləyir. 21 bərabərdir 7 V çaya. Buradan da çayın sürətini 3 tapmış olan bizdən də çayın sürətini soruşur.